Salam. Salam. Deməli, növbəti monitorinq 6-cı sinif monitorinqi sınavıdır. Başlayırıq. Bir elm adamı iddia edir ki, havadakı karbon qazı miqdarı artanda bitkilər sürətlə fotosintez eləyir. Bunu yoxlamaq üçün hansı metod daha düzgündür? Belə bir sual verir. Müxtəlif mövsümlərdə yarpaqların rəngini müşahidə etmək, karbon qazının miqdarı dəyişəndə bitkinin vahid zamanda buraxdığı oksigen miqdarını ölçmək. Bəli. Karbon qazı artanda bitkilər sürətlə fotosintez edir sözünü bu təcrübə ilə, tədqiqatla biz doğrulda bilərik. Karbon qazı miqdarı dəyişəndə oksigen miqdarı necə dəyişir? 27. Burada deyir ki, 3 qab qoyub boş su və yağ. Burada sınma hadisəsi müşahidə edilib şəkildə nə göründüyü kimi. Bizdən nə tələb eləyir? Bizə deyir ki, əgər stəkanın yarısına qədər su, digər yarısına qədər də yağ əlavə etsək, onda qələmin görüntüsü necə olar? Biz bilirik ki, hər bir mühitdə sınır. İşıq sınır və ona görə fərqli görsənir. Deməli, suda da sınır, yağda da sınır. Onda həm yağda, həm də su sərhəddindən keçəndə sınmış görsənəcək. Ona görə C bəndi. Ağ işığın prizmadan keçəndə rənglərə ayrılmasının səbəbi nədir? Rənglərə ayrılmasının səbəbi sınmanın baş verməsidir. Sınmanın. Ona görə ağ işığın tərkibində olan rənglər fərqli bucaq altında sındığı üçün müxtəlif rəngləri görə bilirik. Çünki hər birinin sınma bucağı da fərqlidir rənglərin. 29-da deyir ki, bir qrup uşaqdır materialları suyun daha uzun müddət isti saxlayacağını araşdırmaq üçün 3 dənə eyni ölçülü, eyni temperaturda, eyni miqdarda su əlavə ediblər. Hər 10 dəqiqədən bir də ölçürlər bu suyu. Deməli, baxırıq, ilk başda 60 dərəcədə temperaturu, bir müddət sonra yenməyə başlayır, amma görürük ki, kətan hər ikisindən yüksəkdir. Ən axırda da müşahidə edirik ki, kətan digərlərinə nisbətən istini daha yaxşı qorudu. Niyə uşaqları tökdükləri suyun həcminin temperaturunu eyni eləməlidir? Çünki nəticəni daha düzgün müqayisə etmək üçün əlverişlidir. Növbəti hansı sual idi? Biraz yerlər qarışıqdır. Aha. Hansı material suyu daha uzun müddət isti saxladı? Əlbəttə ki, fikir veriksə, kətan daha isti saxlamış oldu. Çünki onun dərəcəsi daha yüksək idi. Əli deyir, mən gördüm ki, kağız cıranda nə forması dəyişdi, nə də yandıranda kütlə çevriləri forması dəyişir. Kağızı yandıranda da dəyişdi, deyir, cıranda da dəyişir. Deməli, hər iki halda eyni proses getdi. Bəs əlinin bu arqumentində səhv hardadır? O kağızın tərkibindəki dəyişikliyi nəzərə almayıb. Bəli, səhv buradadır. Çünki digəri kimyəvi dəyişikliyə məruz qalır. Yanında bilirik ki, birinci fiziki prosesdir. 33-cü suallarda yer kürəsi Günəş və Ay arasında keçdikdə ay tutulması baş verdi. Tamam, nəyə görə ay tutulması? Günəş tutulmasından isə daha çox insan tərəfindən müşahidə olunur. Sual ay yerdən böyük olduğuna görə, ay tutulması zaman Günəş söndüyünə görə, yerin yaratdığı kölgə daha böyük olduğuna görə. Bəli, elə bu variant düzgün hesab edilir. Bəs Günəş tutulması necə baş verir? Yer kürəsi, Günəş tutulmasında yer kürəsi, ay gəlir, yer kürəsi və Günəş arasında dayanır. Bu zaman Günəş tutulması baş verir. 34-cü, 35-ci suallarda deyir, qoyduqda nəbzimizi hiss edə bilirik. Barmağımızı biləyimizə qoyanda nəbz hiss edə bilirik. Çünki biz bilirik ki, arteriyalar bədən səthinə yaxın olan yerlərdə biz ritmik dalğanı ala bilirik. Biləkdəki sinirin hiss edə biləcəyin kiçik elektrik siqnalları, arteriya ürəyin döyünməsi ilə ritmik olaraq genişlənib və daralıb. Bəli, elə bu variant. Nəbzi biləkdə hiss etmək olar. Niyə? Çünki ürəkdən gələn damarları bu nahiyənin dərinin səthinə yaxındır. Bəli. 36-cı suala baxaq, tapsaq əgər. Aha. Deməli, qrafikimizdə fikir veririk. Şərtə əsasən 36-37-ci sualları cavablandırın. Qrafik ayağının 1000 metr qaçanda tənəffüsünün necə dəyişdiyini göstərir. Niyə qaçarkən daha sürətli nəfəs alırıq? Tamam. Qaçdığımız zaman, çünki ağciyərlərə daxil oksigen daxil olur, istifadə edirik və karbon qazını buraxırıq. Daha çox oksigen qəbul etməklə qidanı parçalayıb tərkibinə enerji əldə etmək üçün. Daha çox karbon qazı qəbul etməklə ağciyərə daxılan qazların bədən aşağı salması daha çox su itirmək. Xeyr, əlbəttə ki, daha dolğun cavab A bəndi. Qaçarkən və qaçmağı dayandırandan sonra ürək döyüntüsündə nə kimi dəyişiklik olar? Qaçarkən bilirik ki, ürəyimiz tənəffüs sürətlənir, dərinləşir və ürəyimizin döyüntüsü də artır. Dəqiqədə döyüntü miqdarı yüksəlir. Amma dayandıqdan sonra təbii ki, normal fəaliyyətinə yavaş-yavaş qayıdır. Ona görə D bəndi daha düzgün variant olar.
38 və 40-cı suallara baxırıq. Deyir ki, kənd təsərrüfatı mütəxəssisləri torpağın münbütlüyünü məhsuldan qiymətləndirəndə tərkibindəki 4 əsas komponentin hansına balansına diqqət yetirirlər. Mineral maddə, üzvü qalıq, su, hava. İdeal münbüt torpaq bu komponentin nisbəti bitki köklərin qidalanmasını, həm də nəfəs almasını təmin edir. Əgər bu balans pozulanda həddindən artıq bərkiyir və ya da quru qidasız olur. Baxırıq ki, mineral maddələr miqdarı digərlərinə nisbətən çoxdur. Hava, su, əlbəttə ki, məsamələr toplam bitkinin təmin eləyir qidalanmasını. 40-cı sual. Baxaq, 38-40 hardadır? Aha. Cədvəl verilibdir. A-da, B-də və C-də nümunələri göstərilibdir. Mineral maddələrin miqdarı, üzvü qalığı miqdarı hər biri göstərilib. Su, hava. Deməli, yazıb C nümunəsində üzvü qalığın miqdarı 60%, üzvü qalıq çoxdur. Mineral maddə isə azdır. Təbii ki, havanın miqdarı da, suda, havada. Deyir, lakin su ilə hava azlığını müşahidə eləyirik. Problem yarada bilər. Hansı problemi yaradar? Su, hava azlığı. Torpaq çox bərk olar, şumlanmaz. Bitkilər mineral maddə çatışmazlığını inkişaf edə bilməz. Torpaqda çürümə surətlənən bitki kökdə qida tapsa da, tənəffüsü və su təminatı pozular. D bəndi düzgün cavab hesab edirəm burada. 39-da C nümunəsi deyir ki, B torpağı halına gətirmək üçün, B nümunəsi halına gətirmək üçün hansı tədbir görülməlidir? Deməli, görürük ki, üzvü qalığın miqdarı azalmalıdır. Çoxdur çünki. Daha çox üzvü gübrə əlavə edilməli. Xeyr, torpağa daha çox su varıb 10%-dən 25% qaldırmalı. Qum mineral qatıb onu havalandırmalı. Üzvü maddə nisbətini azaltmalı. Torpaqda hava boşluğunu bağlamaq üçün ağırdır. Əlbəttə ki, burada düzgün, doğru cavab C variantı olur. Əgər D nümunəsinin olduğu ərazidə güclü yağışlar yağanda və bütün məsamələr dolarsa, hansı dəyişiklik baş verir? Məsamələrin dolması təbii ki, hava çatışmazlığına səbəb olur. Bu da hava faizi sıfıra yaxınlaşdırır, su faizi artar. Çünki güclü yağış baş verir. Ona görə B bəndi düzgün olar. 41. Deyir, hər bir kütləsinin üzərinə yazılmışdır. Deməli, 500, 200, 500 qram. Tamam. Bircə potensial enerji eyni kütlədə, eyni hündürlükdə ona bərabərdir. Hündürlükdən və kütlədən asılı olduğunu bilirik. Bizə deyir ki, hansı doğrudur? X kitabın üstündə 200 qramdır potensial enerjisi. Y-inkindən daha çoxdur. Y-in 500-dür, amma eyni hündürlükdədir. Eyni hündürlükdədirsə, kütləsi hansının çoxdursa, onun potensialı yüksəkdir. Y-inki çox olar. Ona görə A səhvdir. X ilə Y-in potensialları bərabərdir. Xeyr, fərqli çəkidədirlər. Z kitabının potensial enerjisi həm X-in, həm də potensialdan çoxdur. Bəli, bu düzgün variantda həm hündürlükdə yerləşir. Y kitablarının, Z kitabının potensialları bərabərdir. Xeyr, kütlə bərabər olsa da hündürlük fərqlidir. Şəkildəki dövrə təsvir edilir və hansı lampa yanar? Deməli, baxırıq, bilirik ki, elektrik cəryanı müsbət xəttdən çıxır, mənfi xəttə gəlib tamamlanmalıdır da. Onda bura baxırıq ki, hansının açarı qapanıb? Z-in açarı qapanıbdır. Z-in açarı kapandığına görə elə birinci bu yanacaq. Y lampa sonra yerləşirsə də, axı açar bağlanmayıbdır. Bağlanmadığına görə, ona görə o yanmayacaq. Burada yanan bir də ikisi də yanmayacaq. Açar açıqdır çünki. Ona görə burada yanan lampamız fikrimdə Z olur. A bəndi. Bax, 43 hardadır. Qırx. 43-cü sualımız yoxdur. Şagird suxurların fiziki aşınma 43-cü sualımız buradadır. Deməli, ən axırlarda qalmışdıq biz. 42-43-dəyik. Tamam. Deyir ki, şagird suxurların fiziki aşınma prosesinin modelini yaratmaq üçün aşağıdakı addımları atır. Fiziki aşınma modelini yaratmaq üçün. İçərisində kiçik, çat olan bir daş götürür. Çatın içini su ilə doldurur və daşı dondurucuya qoyur. Şagird bu prosesi daşı həqiqətən parçalayıb, parçalamadığını elmi şəkildə sübut etmək istəyir. Təcrübənin nəticəsi etibarlı dəqiq olmaz. Şagird daha sonra nə eləməlidir?
Donma prosesindən sonra daşı otaq temi saxlamalı, çatın gerilməsini bir neçə dəfə ölçməlidir. Donuzda qalma müddətini hər dəfə azaltmalı, müxtəlif növ sıxılaç üzərində təcrübə aparmalı. Prosesi donma, əriməni eyni şəraitdə bir neçə də təkrar almalı, çatın ölçüsündə dəyişikliklər baş verməli. Təcrübəni daha sürətli ona çatdırmaq, donuzdan çıxan kimi qaynar suya salmalıdır. Əlbəttə ki, bu proses yavaş-yavaş getməlidir. Birbaşa eləmək olmaz. Onda dondurucuya qoyub, dondurucudan çıxardıqdan sonra donma və ərimə prosesi getməli. Eyni şəraitdə, bir neçə dəfə, hər dəfə çatın ölçüsündə eyni şəraitdə necə eləyə bilərik? Donma prosesindən sonra daşı otaq temperaturunda saxlayıb, çatın genişlənməsini bir neçə dəfə ölçməliyik. Bəli, donma prosesindən sonra daşı otaq temperaturunda saxlamalı, çatın genişliyini ölçməliyik. Bu fikir düzgün olar fikrimcə. 44-cü 45 variantlarına baxaq. Deyir, rentgen şüaları göstərilibdir, görməsinə sınıqları müəyyən etməsinə imkan verir. Sümük sınığı, sümüyün qırılması, çatlaması aşağıdakı şəkillər baldırın, ayağın bir hissəsinin iki fərqli görüntüsünü göstərir. Baxırıq. Deməli deyir ki, hansı rentgen müayinəsi şəkli sümük sınığını göstərir? İkinci şəkildə sümük sınığı göstərilibdir. Ona görə B bəndi. 45-ci sual. Sınmış sümük özünü bərpa edə bilər. Nəyə görə həkim zədələnmiş nahiyə gips sarğısı qoyur? Nahiyəni isə hərəkətsiz saxlamalı, sınmış sümüyü sağaltmaq üçün. Təbii ki, bu daha düzgün cavabdır. Sinifdə bir şagird qrip xəstəliyinə yoluxdu. Müəllim sinifdə gigiyenə qədər riayət etmə vacibini daşır. Şagirdlər bu nə dərəcədə vacib olduğunu anlamlı. Sizcə patogen hansı yolla yoluxa bilər? Təbii ki, qrip hava damcı yolu ilə yoluxur. Asqırma, öskürmə zamanı havaya düşən mikroblarına. Ona görə D bəndi. Aşağıda qeyd olunan xüsusiyyətlər hansı bitki qrupuna aiddir? Kökü yoxdur, spordan çoxarı çiçəksizdir. Söhbət mamırlardan gedir. Aşağıdakılardan hansı heterogen qarışıqdır? Təbii ki, neftlə su heterogen qarışıqlara aid edilir. İki eyni lampa elektrik dövrəsinə əvvəlcə ardıcıl qoşublar, sonra həmin lampaları paralel birləşdiriblər. Deyə açar qapananda lampaların işıqlanmasına dair olan doğru fikri göstərir. Deyir, ikinci dövrədəki lampalar zəif yanar. Paralel birləşmədə axı niyə yansın? Birinci dövrədə lampalar daha zəif işıqlanar. Hər ikisi yox, biri yaxşı yanar. Hər iki dövrədə lampalar daha zəif işıqlar. Birinci dövrədəki hər ikisinə paylandığına görə bəli, ardıcıl birləşmədə zəif yanar, düzdür. Hər iki lampalar eyni olar, xeyir. Hər iki dövrədə açara yaxınlanma daha parlaq işıqlanır, xeyir. Ona görə burada cavab B bəndidir. Ardıcıl birləşmədə enerji paylanır, ona görə lampa işıqlanması zəif olur. 50-də şəklə əsasən səhralaşma prosesi. Səhralaşma prosesi fikrimcə səhralıqda bilirik ki, bulud azdır, yağıntı yoxdur, azdır, yəni yox dərəcəsindədir. Ona görə gecə və gündüzün temperaturu orada fərqlidir. Ona görə gecə və gündüz temperaturu, elə bir genişlənmə, istilənmə, genişlənmə, belə hadisələrin olması səhralaşmaya gətirib çıxardır. O da canlıların qırılmasına, bitki təbəqəsinin yox olmasına gətirib çıxardır. Yəni fikrimcə bu fiziki aşınma gecə-gündüz arasında temperaturun fərqindən irəli gəlir. Əgər səhvə yol verdimsə, bu rəy bölməsində qeyd edə bilərsiniz. Ümid edirəm köməkçi ola bildim sizə. Sağ olun.